Salamlayıram hamınızı. Aleykümselam. Necəsiz? Aleykümselam. Biraz mövzum geniş ola bilər. Yəni vaxt ayırsa sevinərəm. Mövzum belə deyək də təriqətlərin və yaxud da məzhəblərin qoyulan adlar və bu adların nə dərəcədə əhəmiyyət daşıdığı barəsində. Məsəl üçün sizlər sələfisiz, Cəfəri var, Qurani, Muradi və sairə və sairə. İndi məsələ bundan gedir ki, mən baxıram ətrafıma. İndi səmimi söhbət edirik də. Ən azından öz adıma deyim də. Məsələn, mən baxıram ətrafıma heç bir təriqətlə və yaxud da məzhəblə özümü belə deyək də tam uyğunlaşdıra bilmədiyimə görə özümə Muradi deyirəm. Və burada səciyyəvi xüsusiyyətlər var da. Mən fikirləşirəm ki, ola bilər ki, bir şəxs ola bilər sələfidir, amma öz adını Cəfəri deyir, məsəl üçün. Və yaxud da belə deyək, Qurani də özünü sələfi adlandırır. Mən indi istəyim bundan ibarətdir ki, mən öz belə deyək də səciyyəvi, öz düşüncəmdə olan səciyyəvi xüsusiyyətləri səsləndirim, siz düzəliş eləyərdiniz. Çox qısa şəkildə. İnandı. Birinci məsələ şeytana daş atmaq. İkinci məsələ şəhadət Bu gətirdikdə başqa məsələ. Bu peyğəmbərin başqa mövzudur. Əziz. Buyursun, sən bir yox, mövzunu qutar sonra olsun deyirlər. yox, siz necədir? Məsələ bundan ibarətdir ki, məsəl üçün mən tutaq ki, özümə Qurani deyirəm. Və məsəl üçün yox, sələfi deyirəm, amma şeytana daş atmağın düzgün olmadığını fikirləşirəm. Mən yenə sələfiyəm, yoxsa yox? Əzizim, bu məsələlər bilirsiniz, problem bilirsiniz nədədir Murad? Yəni siz ümumiyyətlə də istər şiəli olsun, istər misal üçün də əhl-sünnəli olsun, yəni hansı ki sələfilikdir. Siz onlarla tanış olanda da siz ancaq belə deyək də sizə kimsə yəni danışırsa onun ağzından götürürsünüz də bu məsələni. Aydındır. Amma məsələ bundan ibarət deyil. Məsələ bilirsən nədir? Məsələ kiminsə özünə ad qoyması deyil ki. Məsələ onun şəriətin naslarını, şərəfin naslarını, şəri dəlilləri, istər Qurandan olsun, istər hədislərdən olsun, onları başa düşməyin hansı məktəb üzrə olmasıdır. O sən o altdan yazanlara fikir vermə. Bir dənə Zaur əzizim, biz kimin başını tuturuq, kimin başını buraxmırıq, xahiş edirəm, onu bizə buraxın da. Biz yəni öz dəvətimiz var, öz üslubumuz var, öz ictihadımız var. Məsələ bilirsən necədir? Mən aşağıda burada siz də ona cavab Qurandan verin. Çünki deyirəm siz də ona cavab verəndə mən eyni formada özümü necə siz narahat olursunuz, mən də eyni formada narahat oluram ki, mən danışıram, qardaş qulaq asmır da, yəni başa düşürsən? Ona görə siz onların başını buraxın. Mən də yəni onların başını buraxıram. Buyurun. Birimizə baxırıq, aydındır. Yəni məsələ bir ad qoymaqdan getmir. Aydındır. Məsələ şəriətin hansı məktəb üzrə, hansı üsullarla başa düşməsindən gedir. Aydındır? Düşülməsindən gedir. Məsəl üçün biz niyə əhl-sünnə vəl cəmaa deyirik? Aydındır? Deyim də səbəbini. Səbəbini, yəni adını istəyirsən başqa şey qoy. Fərq etməz. Aydın ingiliscə de bunu. Yəni fransızca de. Fərq etməz. Aydındır? Kod adı qoy. Aydındır? Bunu qoyaq qırağa. Hələ bu başqa məsələdir. Biz Quranı misal üçün oxuyanda və Allahın dini ilə tanış olanda biz onu birincisi Peyğəmbər sallallahu əleyhi və səlləmin metodikasından, sünnə metodika deməkdir, yol deməkdir. Aydındır? Cəmaət isə yəni onu izləyən, o da Quranın özündən sabit olmuş bir məsələdir. Yəni ola bilsin ki, ifadələr başqa cür ola bilər. Aydındır? Necə ki Allah Subhanahu Quranda Tövbə surəsində deyir ki: "Əs-səbiqunəl əvvəlunə minəl muhacirin vəl ansar vəllezina təbəun bi ihsan radiyallahu anhum." Aydındır? Muhacirlərdən və ənsarlardan olan öndə gedənlər və onları ihsan üzrə, yəni doğru formada izləyənlər. Allah onlardan, onlar da Allahdan razıdır. Aydındır? Və başqa Nisa surəsində: "Və mə yuşaqir rasulun min ba'di ma təbəyyən lehul huda və yəttəbi qeyra səbil mu'minin nuvallihi ma tawalla nusli cəhənnəm." Deyir ki, o kəslər ki, peyğəmbərin yolu ona bəlli olduqdan sonra, aydındır? Peyğəmbərin yolu, yəni yuşaq rasula, yəni rasulun yolu bəlli olduqdan sonra rasula
və möminlərin yoluna müxalif olarsa, o hansı istiqamətə azarsa, bir də o istiqamətdə onu neyərik? Azdırarıq və sonunda cəhənnəm olar. Aydındır? Yəni bizim Quranla, Quranın özünlə biz deyirik ki, biz Peyğəmbər sallallahu əleyhi və səlləmin yolunla və onu izləyən səhabələrin yolunla şəriəti başa düşürük. Niyə? Çünki prinsip ondan ibarətdir ki, Allah yer üzərinə insanların özündən olan, necə ki, yəni çoxlu ayələr var. Bir peyğəmbər göndərdi. Laqad ca'akum rasulun min anfusikum. Əzizun aleyhi mə ənittum. Hərisun aleykum rauf rahim. Sizin özünüzdən gələn bir rasul gəldi. Sizə ağrı verən şeylər ona ağrı verər və sizin mənfəətinizə həris olar. Aydındır? Bu ayələr var da çoxlu. Bu niyə özümüzdən oldu? Çünki bu bizim üçün nümunə olmalıdır. Əgər misal üçün də Allah bir şəriət endirdi, lakin o şəriəti göndərdiyi peyğəmbər özü yerinə yetirə bilmədi. Və mələk gəldi. Mələk gəldi, gətirdi bu peyğəmbər. Düzdürmü? Mələk gətirdi. Məsəl üçün mən sizə bir misal gətirim. Bizim indi işlərimiz var, müəyyən bizneslər var. Məndə biraz bayquşluq var, yəni belə pis çıxmasın. Yəni gecə saat 2-yə qədər bir də göstərib oturdum işlədim. Bir də saat 2-də götürəm yazıram adama. Ya bunun şey nə oldu? İndi öz işimizdə yaxın dostum da sahib. Səhər duranda da deyirəm ki, nə oldu? Baxışım yazmış. Bir qardaş deyir, mən özünlə bir eləmə də. Mən özünlə bir eləmə, sən başqa et olunsan. Aydındır? Mən də ona deyirəm ki, qardaş, özünə deyirəm. Mən əgər bunu eləyə bilirəmsə, sən də eləyə bilirsən. İkimiz şərikik. Mən niyə gecə yatmamalıyam, sən gəlib rahat yatmalısan? Anlata bilirəmmi? Əgər Peyğəmbər sallallahu əleyhi və səlləm yerinə bir mələk gəlsəydi və bu şəriəti çatdırsaydı, adamlar eləyə bilməsəydi, nə deyəcəklər? Deyəcəklər ki, biz mələyik ki, bununla elədiyi hər bir şey eləyək. Düzdürmü? Amma Peyğəmbər sallallahu əleyhi və səlləm özündən, yəni öz cinsindən, insanların öz cinsindən gəldi. Düzdürmü? Və o zaten Quranı oxusan çoxlu, müşriklər niyə mələk gəlmədi, yəni iddiasını edirlər. Deyirlər ki, yəni şübhəsini atırlar. Allah Subhanahu bu cür mən dediyim kimi, yəni mənalarla izah edir. Və Rasul sallallahu əleyhi və səlləm insan idi, bəşər idi. Abduhu Rasuluhu. Düzdürmü? Şəhadət kəlməsində də peyğəmbər onun qulu və elçisidir. Niyə quludur? Çünki bizi kimidir də? Düzdürmü? Onun da yəni yorğunluğu olur. O da əsəbləşir, düzdürmü? Onun da qeyrəti var, düzdür? İnsandır. O da yeyir, içir və s. Aydınmı? Və bunu gələndən sonra burasını başa düşdün də, burasını gəlir. Deməli bizə Allah bir müəllim göndərdi ki, bu şəriəti bizim cinsimizdən olan müəllim ən doğru formada insanlara göstərsin. Və burada biz səninlə də kesin danışdıq, razılaşdıq ki, yəni elə Quranın özünə görə və məntiqə görə, ağla görə bizim yəni o örnəyin olması labüddür. Aydınmı? Çünki insan həyatında elə bir kitab yoxdur ki, onu müəllim keçməsin. Düzdürmü? Ancaq nadir hallarda da istisnalar qaydanı dəyişmir. Düzdürmü? Və Rasul gələndən sonra bu Rasulullah sallallahu əleyhi və səlləm bunu öz tələbələrinə öyrətdi. Düzdür? Tələbələrinə öyrətdi. Tələbələr niyə mühümdür? Mühümdür. Çünki tələbələr və cəmaa, yəni sahabelərdən. Çünki əgər bu tələbələr olmasaydı, biz hardan biləcəydik ki, yəni bir dənə tələbə oldu, aydındır? Necə ki, xristianlıqda var da. Xristianlıqda görsən, Poldan sonra gəlir də, düzdürmü? Pol, yəni bilirlər ki, Pol dini dəyişdirdi. Bir nəfərdir də, o da yəni əməli başlı Tövratda dəyişikliklər edibdi. Anladın? Amma bizdə belə deyil. Bizdə Quran nədir? Peyğəmbər sallallahu əleyhi və səlləmin elə birinci çatdırdığı şey bütün səhabələr tərəfindən mutavatir formada çatdırılıbdır. Düzdür? Yəni bu günümüzə qədər də o zəncir qorunubdur. Deməli, tələbələrin də olması, çünki Rasulullah sallallahu əleyhi və səlləm göstərdi. Aydındır? Lakin insanların hamısı fərqli olduğuna görə onun tətbiqini onlara başa saldı və o tətbiqi yaşayan sahabələr onu növbəti nəsillərə məktəb kimi çatdırdılar. Bunun adı oldu Əhl-Sünnə vəl Cəmaa. Aydındır? İndi bunun adını hədis əhli qoy, sələfi qoy, nə qoyursan qoy. Quranla və ağılla sabit olan bir şeydir. Aydınmı? Bizə şiəliyə gəlincə isə, yəni söhbət o sözün şiəlik məsələsi deyil. Onların da öz kanalları var da. İndi səhv düzlüyündən danışmırıq da. Aydındır? Onların da öz yanaşmaları var məsələyə. Məsələyə yanaşması var. Səciyyəvi xüsusiyyətləri maraqlandırdı. Şiə deyən nədir? Hə də mədrəsədən danışıq da, mədrəsələr var. Onların mədrəsinə görə də, yəni nə deyirlər? Bunlar da ki, Rasuldan sonra səhabələr yox, insan, yəni onun nəslindən olan məsumlardan ibarət bir, yəni zəncirdən gəlməlidir. Bu da bunların metodikasıdır. Bu da şiəlikdir. Başa düşdün? Əsas məsələ, əsas aydındır mı?
Və ondan sonra misal üçün Bəli. başqa firqəsi var, başqa firqəsi var, başqa firqəsi var. O artıq mən ikisini gətirdim. Sənə məsələ aydın oldu. Aydındırmı? Sənin hansı Bəli. firqəyə aid olub olmaman bu dediyim mədrəsənin, bu dediyim metodikaya hansı formada uyğunluğunla müəyyənləşir. Adı dəyişməyə mənası yoxdur. Zaten müsəlmanıq da, başa düşdün? Müsəlman. Yəni bu gün gəlirlər indi o deyir ki, biz niyə başqa adlar qoymalıyıq? Elə olsaydı Allah elə mühacir ansar adı qoymaz da səhabələrə. Düzdür? Mühacir ansar Allah adlandırdı da. Aydındır? Və onların da səviyyə baxımından dərəcələri var. Peyğəmbər sallallahu əleyhi və səlləmə yaxınlığı var. Yəni ayənin özündə fəzilətlərindən söhbət gedir. Elə belə ad qoyulmuyor ora mühacir ansar. Anlata bilirəm əzizim? Bəli. Başa düşdün? Prosta Yəni mənim sənin bu gün ad qoymağın, sənin bu gün ad qoymağın. Yəni o deyil mühüm olan. Mühüm odur ki, bu məktəb nəyin üzərindədir? Başa düşdün? Yəni bu gün misal üçün də sənə bir şey deyim də, gəl dünyanı misal gətirim. Bu gün sən desən ki, mən misal üçün də Marksçıyam, misal üçün də. Yəni Karl Marksı izləyirəm, düzdürmü? Yəni burada demək orada sənin qəsdin odur ki, yəni sən özü o adı seçmisən, yoxsa yəni Karl Marksın məktəbini izləyirəm, düzdür? Liberalam, nə bilim, konservantam, fərq etməz. Yəni məqsəd nədir? demək istədiyim də budur ki, məsəl üçün mən ilk öncə şiələrə baxırdım. İndi insan belə də indi gözünü açır, nəyi görürsə, mütləq həqiqət onu qəbul edir də. İndi sonra sağ olsunlar, Allah razı olsun, Tövbə Zamanı kanalı ilə tanış oldum. Ən birinci Rəşad Hümbətov, sonra Tövbə Zamanı kanalı və s. Sonra Elşad Miri, Mehmet Okuyan, Caner Təsliman və s. Mən baxıram, indi 3 fərqli ekol səsləndirdim də, belə deyək. Üçü ilə də mənim fikirlərimdə ziddiyyət var. 100% deyə bilmərəm. Ola bilər ki, məsələn, şiələrlə 90% ziddiyyət var, sələfilərlə 30%, Quranilərlə 5-10%. Demək istədiyim budur ki, yəni bu qoyulan adlar insanı... Sən araşdırma mərhələsindəsən də, əzizim, araşdırma mərhələsindəsən. Bəli, araşdırma yəni mərhələsində. Qabağıma çıxan sual budur ki, verilən adlar insanı müəyyən çərçivəyə salır ya yox. Məsəl üçün, mən sələfiyi qəbul edeyim, amma ki, deyim ki, şeytanı daşatmaq düzgün deyil. Yox, əgər sən bax dediyimiz kimi də, sən ekolla razılaşdın. Ondan sonra bu şeytana daş atmaq, əslində isə şeytana biz daş atmırıq, qardaş. Yəni biz şeytana kimi məsəl üçün daş atırıq. Yəni elə o məsələ də odur da. Çünki qarşı tərəf bunu şeytana daş atmaq kimi adlandırır və onu gözdən salmaq istəyir də. Yəni indi gəl mən sənə bir dənə sual verim də. Təvafı qəbul edirsən bəs? Yəni bilmirəm, ola bilər biraz pis qarşılaya bilərsiniz. Yəni sözün açığı, yəni belə deyim də, bu mövzuda, yəni sırf bu mövzuda agnostik yanaşıram mövzuya. Yəni qulaq as, məsələ Allah mən demirəm ha, Allah belə şey buyurmayıb. Yəni xəbərim yoxdur sadəcə. Belə deyim. Ayədir. Yəni bu ayələrdir qardaş. Təvaf ayələrdir. Məsələ də bilirsən nədir Murad? Məsələ bilirsən nədir? Əslində mən sənə nə tövsiyə edirəm əzizim? Sən haqqı səmimi axtar və səmimi olanlardan götür. Aydındır? Haqq əhli heç vaxt yəni yalan danışmaz. Haqq əhlini əgər məsələn bir gördün ki, burada yalan danışır qardaş, oradan ayaqqabılarını götür qaç. Yəni məsəl üçün istisna olmamalıdır yəni. Misal gətirim. Bəli, istisnası yoxdur qardaş. Çünki bu din ixlasın üzərində, səmimiyyətin üzərindədir. Aydındır? Həqiqətlər səmimi insanlarda olur. Aydındır? Yəni Allah həqiqəti səmimiyyət insana vermir. Yəni həqiqət hidayətdir. Allah sevdiyinə verir. Allah da səmimiləri sevir. Aydındır? Və indi misal gətirim sənə burada. Bax, şeytana daş atmaq adlı bir məsələ və insanlar uydurma. İndi bunu da deyək, ondan sonra başqalarına söz verək. Amma fikrimi çatacaq sənə. Bax, bir misal üçün misal gətirim. Aşağıdakılara yazmayın da, xahiş edirəm. Bizim məsələ necə başladı? Məsələ necə başladı? Məkkədə müsəlmanlar həc vaxtı o daşlar nə olur? Daşlar satılır. Yalan. Aydındır? Yalan. Yəni absolut yalan. Bunu eşitdim. Aydındır? Bunu dindən gətirəndə artıq nə edir? İftira atır. Başa düşürsənmi? İftira atır. İkincisi, bir dənə qoca kişidir, bunu belə dudu edir, göyə şeyi adı nədir? Şeytanı göyə daşlayır.
şeytana daş Evet, atmaq çok məsələsi fərqlidir. deməkdir ki, müsəlmanlar nə qədər axmaqdır ki, şeytana daş atırlar. Yox. Bunun, yəni indi mən misal gətirim də. Bunu dedikdə hətta təvafı və misal üçün Səfa Mərva arasında misal üçün səy deyilən yerdə yəni qaçmağı inkar eləmir. Hələ ora gəlib çatmayıb. Aydındır? Müqəddiməyə bax, hiyləyə bax. Gətirir ki, Bəli. burada şeytana daş atırlar. Amma məsələnin əslində bu məsələnin istər təvafla, istər Səfa Mərva arasındakı hərəkətdən heç bir fərqi yoxdur. Məsələnin kökü nədir? İbadətlər zaten rəmzidir də. İbadətlər Allah Subhanahu taalanın bizim yəni əyilib qalxmağımıza ehtiyacı var? Yoxdur. Sadəcə bizdən müəyyən formada özü istəyir ki, bunları eləsinlər. Niyə? Çünki əməl istəyir bizdən. Elə belə deməklə deyil, mən müsəlmanam. Aydındır? Nə oldu? Mən bu əməli səndən istəyirəm. Niyə istəyir? Səmimiyyətimizi yoxlamaq üçün. Sonra bax, səmimiyyət söhbətidir. Aydındır? Yəni bu gün Səfa Mərva ilə arasında getməklə orada daş atmaq arasında məsələnin cins baxımından heç bir fərqi yoxdur. Niyə cins baxımından heç bir fərqi yoxdur? Cins baxımından o görə fərqi yoxdur ki, burada ikisində də biz İbrahim əleyhissalamı Quran ayələrindən Əddin finnəs yətuke hicə, yəni o ayələr var orada. Yəni insanları çağır sənə gələcəklər, aydındır? Yəni aydındır? Bəli. Bu İbrahim əleyhissalamın örnəyi olması var. Quranda ayələr var. Düzdürmü? Allah Subhanahu taala Peyğəmbər sallallahu əleyhi və səlləm səviyyədə, yəni İbrahimin yolunu izlə. Yəni ayələr çoxdur qardaş. O qədər İbrahim əleyhissalam yolunu izləmək bizdə Quranı açsan, yəni rahat bir 10-15 dənə ayət var. Bəqərə surəsində, Həcc surəsində və digər yerlərdə, aydındır? İndi İbrahim əleyhissalamın yolu nədən ibarətdir? Allah Subhanahu taala İbrahim əleyhissalamı imtahan elədi. Birinci imtahanında dedi ki, qəlbində Allaha bağlılığını yoxlamaq üçün, görün bu övladını çox sevir, təzə neçə ildən sonra övladı oldu. Yoxsa dünya meyl etmədi ki, aydındır? Dedi ki, get yoldaşını orada qoy, aydındır? Və İbrahim əleyhissalam da onları qoydu, getdi dağın arxasında, bunlar üçün dua edir. Baxa-baxa dua edir, aydındır? Və o duanın bərəkətindən zəmzəm suyu çıxdı və s. Və həmin ərəfədə Həcər anamız Səfa Mərva arasında 7 dəfə nə edir? O yana bu yana qaçır, aydındır? Biz bunu niyə edirik? Biz bunu niyə edirik? Biz bunu eləyəndə artıq gözümüzün qabağına İbrahim əleyhissalamın imtahanı gəlir və deyirik ki, İbrahim əleyhissalam özünə ən yaxınları belə Allahın əmrindən üstün tutmadı. Bu da tövhidlə bağlıdır. Bax, İslam dinində əsas tövhid prinsiplə bağlıdır. Biz bunu tövhidi əməli olaraq burada göstərdik. Bu hərəkət, yəni rəmzi olaraq bizə İbrahim atamızı xatırladır. Amma Allah Subhanahu taala bizə desəydi ki, İbrahimi izləyin, aydındır? Sonra da İbrahimin həyatı ilə bağlı bizə hər il və hər umrada, həcdə xatırlaya bilməyəcəyimiz bir şey olsaydı, biz necə onun həyatını izləyəcəydik? Biz elə həcc eləyəndə, umra eləyəndə bilirik ki, İbrahim əleyhissalam bu imtahanlarda necə keçdi? Və düşünə-düşünə bilirik ki, ya Rabbi, yəni Peyğəmbərin gör necə, yəni böyük bir dərəcəyə çatdı. Yəni hər şey, Allah hər şeyin üstünü tutması. Bu da Quranın tövhid prinsipinin üstünə düşür. İkinci də daş atma məsələsi. Bundan fərqi yox. Necə fərqi yox? Cins baxımından eynidir. İbrahim əleyhissalamı ikinci dəfə Allah imtahan edəndə ki, oğlunu kəs, aydındır. İbrahim əleyhissalamla oğlu razılaşırlar. Bu ayələr də açıq aydın ayələrdir. Yəni bugün yəni kimsə gəlir bunu inkar edir, əslində Quran inkarçısıdır. Və hadisədə nə olur? Hadisədə oradan keçəndə şeytan gəlir İbrahim əleyhissalam vəsvəsə verir. Və İbrahim əleyhissalam da ona daş atır ki, uzaqlaşsın məndən. Yəni psixoloji olaraq daş atır ki, uzaqlaş məndən. Və həmin o daş atma prosesi də, yəni bu birisindən fərqli olaraq bu dəfə də biz orada daş atanda yadımıza salırıq ki, İbrahim əleyhissalam, yəni Allahın əmrini yerinə yetirmək istəyəndə şeytan ona mane oldu. Lakin İbrahim əleyhissalam bu imtahandan da keçdi. Və bunu biz eləməklə o əhvalat bizim artıq nə olur? Qəlbimizə, damarlarımıza oturur. Başa düşürük onu. Daş atmaqda deyil məqsəd. Niyə daş atmaqdadır məqsəd? Aydındır? Və bunu biləndən sonra, yəni bununla Səfa Mərvanın heç bir fərqi yoxdur. Cins baxımından eyni şeydir, eyni məqsəddir. Fərd baxımından, aydındır, sadəcə fərqdir. Bu formadadır. Amma fikir ver, birinci daşla səni çirgitdi. Sonra burada sənə artıq müqəddiməni yeritdi. Sonra gəlir Səfa Mərva da boş şeydir. Sonra gəlir təvaf boş şeydir. Əslində Quran ayələri nə olur? İnkar olur. İndi də deyir ki, həcc boş şeydir. Həcc deyir ki, əslində başqa şeydir.
Və bu səmimiyyətsizlikdir əzizim. Bax, silsiləvi səmimiyyətsizlikdir. Və bu metodikada Elşad Mirinin metodikası deyil. Yəni ondan qabaq orientalistlər bunu oturub bir institut kimi bizim o Elşad Mirin Mason da adlı videomuza baxsaz, biz orada Mustafa İslamoğlu'nun ilkin, yəni Godzilla'nın kitabını tərcümə eləyir və oradan bu şeyləri götür və s. Onların hamısını danışmış orada. Aydındır? Bir dənə zəhmət olmasa qulaq as, görəcəksən necə, yəni onlar silsiləvi insanları əslində İslam dinindən. İslam dinini bilsən nə eləmək istəyirlər? İslam dinini batini, yəni sözdən ibarət bir şeydir. Çünki bugün həcci inkar eləyir, düzdürmü? Həcci inkar eləyir. Sabah nə eləyir? Namazı inkar eləyir. Ondan sonra nə eləyir? Dost düşmən məsələlərini, siyasi məsələləri inkar edir və sonda nə olur? Müsəlmanlar nə olur? Dişsiz qoca bir, yəni məxluqa çevrilir, aydındır? Amma halbuki Allah Subhanahu taala bizi yer üzərində xəlifə edib, müsəlmanlar Allahın dini ilə tövhid əhlini yer üzərində xəlifə edib ki, biz yer üzərində zülmün qarşısını alaq. Aydındır əzizim? Amma Evet. bu cür yəni sözdə, yəni müsəlman, yəni sabah cənnət, cəhənnəm də inkar olunacaq və s. Sizlərə hər şey gedəcək. Din tam gedir. Dində ancaq bir dənə nə olur? Bugün vallahi bugün ateist özü deyir ki, Elşad Mir deistdir. Mənə görə deyir Elşad Mirlə mən din barəsində danışmaq istəmirəm. Niyə? Deyir çünki onun dediyini mən İslam görmürəm. Ateist deyir bunu qədər. Bugün o canlı yayımda. Bəlkə qabağını tutub Oradaydın da sən də. videosu. Yəni ona görə əzizim, yəni mən sənə nə tövsiyə edirəm əzizim? Səmimiyyətsizlik gördükdə oradan qaç. Bilirsiniz Aydın necədir? əzizim, bax. Məndə belə bir problem var ki, hər hansısa mövzuda məsəl belə deyək də sual verirəm, mənə Quran ayəsi gətirirlər də cavab olaraq. Bu böyük bir belə deyək də gülməli mi deyim, ağlamalı mı deyim, problem burada yaşanır ki, biz eyni ayəni indi Azərbaycan dilində də, indi mən ərəb dilini bilmirəm də, oxuyuruq eyni ayəni, amma mən fərqli məna çıxardıram. Nümunə çəkim məsəl üçün. Bir dostum var idi, deyir ki, yeni ili qeyd etmək olmaz. Ayə gətirir ki, özünüzü başqa firqələrə bənzətməyin. O hədisdir. Hədis, olsun hədis. Yenə deyirəm, mən burada, yəni ki, özünüzü başqa firqələrə bənzətməyin. Yəni ki, mən o mənayı çıxarta bilmirəm ki, yox, yeni ili qeyd edə bilməzsən. Yəni Mən belə Peyğəmbər bir sallallahu məna əleyhi və səlləm qulaq as. Yəni burada nə var ki, yəni bu sadəcə bilirsən, yenə dediyim kimi də oturub yəni kağız qələm götür və səmimi olaraq, yəni Murad kimi yox, filan kəsə qulaq asan Murad kimi yox. Özün kimi məsələni araşdır. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, kim hansı qövmə özünü oxşadarsa o da onlardandır. Bax burada məntiqsiz nə görsən ki sən. Bu gün özünü bildim, mən satanist bunu olsa, sabah satanist olmayacaq. Bilirsiniz, bu hadisə baş verən anda mən ilk sualım bu oldu ki, həmin şəxsə, bu hədisi belə deyək də götürən adama dedim ki, onda futbol oynamaq haramdır. Çünki bu ingilislərin oyunudur. Yəni oynayanda özünü bənzətirsən də onlara. Başlı düz demirsən. Bilməm, bəlkə yanlış düz demişəm. Çox yaxınlaşdın. Futbol oynamaq yox, başı mübah məsələ ayrıdır, mübah məsələ ayrıdır. Peyğəmbər sallallahu əleyhi və səlləm bizə, yəni belə deyək də, lap futboldan belə götürək də, bu gün müsəlman uşaqların özlərini kafir futbolçulara oxşatması elə eyni mənadadır. Saçlarını, başlarını Ronaldo kimi, nə eləmək kimi. Məsələ getdikcə qəlizləşir beynimdə. Psixoloji bilsən nədir məsələ? Psixoloji olaraq da. Sən, misal üçün, biz özümüzü saqqal niyə saxlayırıq? Peyğəmbərin sünnəsidir də ona görə. Yox, Peyğəmbərə oxşatmaq üçün də sünnəsidir. Peyğəmbərə oxşamaq istəyirik də. Yəni sünnəsi nədir? Onun kimi görsənmək istəyirik. Zahirində də, batində də, aydındır? Yəni Bəli. aydındır? Bilirsiniz, belə bir sualım çıxır ortaya ki, bir dəqiqə, üzrsən fikrimi toplayım. Gəl biz Bir başqa dəqiqə. qardaşlardan fikir bir şey verək. Olar Murad, sonra davam edelim. Gələn dəfələrdə biraz fikirlərimi toplayıb yenidən dəvət Ya, etsə sevinərəm. Ağal bəy, Çox sizdə sağ bu ol. barədə fikriniz varsa, Ağal bəy bir əlavə edərsiniz, zəhmət olmaz. Salam aleykum. Aleyküm salam. Yəni qardaşım Muradın sualına görə, Hə, bu məsələlərə də bəli. yəni o qardaş soruşur ki, firqələr, təriqətlər və sonra da müəyyən bir dindən belə bir deyək də hər hansı bir ritualı qeyd eləyir. Əslində o ritual insanı sələfi və yaxud da qeyri-sələfi eləmir. O rituallar dinimizin rükunlarındandır. O insanı müsəlman və qeyri-müsəlman eləyən amillərdəndir. Nəinki sələfi və yaxud da qeyri-sələfi.
Onlar dinimizdə bilinməsi zəruri olan şeylərdir. Dinimizin rükunlarının əhkamlarıdır. İnsan onları qəbul etməməsi və yaxud da inkar etməsi insan nəinki sələfilikdən və yaxud da sünnilikdən və yaxud da şiəlikdən insanı dindən belə çıxara bilər. Çünki Quran-ı Kərimin ayətləri ilə sabit olan rituallardır. Necə ki, Asim müəllim qeyd elədi az öncə. Ona görə daha diqqətli olmaq lazımdır. Daha belə deyək, obyektiv olaraq məsələləri araşdırmaq lazımdır. O Qurançıların, ondan sonra bəli o modernist şəkildə dini təbliğ eləməyə çalışanların biraz dəvətlərindən ehtiyatlı davranmaq lazımdır. Bunlar Allaha həmd olsun dinimizin əzəmətli insanları tərəfindən kütləvi bir şəkildə nəsildən nəsilə ötürülmüş, bizim dinimizin dahiləri tərəfindən qəbul olunmuş və əməl olunmuş əməllərdir. Yəni onlar əslində araşdırılmır, nə də ki sorğulanmır, ələxüsus da bizim səviyyədə insanlar tərəfindən. Buyurun. Təşəkkür edirəm. Asif bəy, indi bayaqki sual düşdü yadıma. Mən baxıram sizə, yəni ki, neçə vaxt izləyicinizəm də. Siz bəzi canlılarda, çıxışlarınızda filmlərdən nümunə çəkirsiniz də, referens edirsiniz. Filmlərdən. Yəni ki, baxırsınız da, yəni ki, filmə referens edirsiniz də. Mən qardaş, yəni mən İslam'a belə deyək də, neçə yaşımda? 23-24 yaşına girmişəm. Bizim də cavanlığımız oldu filmlərdə. Yəni baxmışıq, mən kitab oxumaqdan, yəni belə deyək də olub da, yəni və həmçində indi hamımızın qabağına çıxır da qardaş, yəni bu YouTube-da zətdə çıxır müəyyən fraqmentlər. Yəni belə açığın deyim sənə baxmıram, yəni səmimi olaraq da baxmıram. Yəni heç vaxtım da yoxdur qardaş, yəni o filmlərə. Yox, baxmamağın səbəbi, yəni dində bu günahdır, günah deyil. Yox, bax, sən necədir? Baxmamaq deyəndə bax qulaq as da filmlər götürək də. İndi məsəl üçün indiki günümüzdəki filmlərdə nə təbliğ olunur əzizim? Bilirsiniz necədir? Vallahi mən çalışıram, yəni ki, bacardığım qədər. Yəni bizə bilirsən. Amma Rəşad Hümbətov deyir ki, fərqi yoxdur. Yəni dini film oldu, dinsiz film oldu. Yəni ki, əxlaqlı, əxlaqsız üzr istəmə ifadəmə görə burada rola girirlərsə, yəni ki, bu artıq olmaz. Yəni ki, belə şey yoxdur. Dini film və yaxud qeyri-dini film. Yəni onu əsaslandırıbdı. Yəni ümumən də indi axı yəni nə film var ki, qardaş günümüzdə, yəni nə filmlər. Hamısı yəni belə deyək də, yəni açığın deyim sənə, məni qoy qırağa qardaş, məni qoy qırağa. Bu şeylər yoxdur. Hollywood, yəni belə deyək də, rejissorlarına bax, araşdır onların həyatlarını, övladlarına. Yəni onların aktyorlarına bax. Onlar övladlarına qadağan edirlər filmlərə baxmağa. Qadağan edirlər. Bəli. Qətiyyən qadağan edirlər. İkinci bir tarixi filmlər götür də, bu Osman nə Sultan Süleyman bunu ediblər nə, yəni arvadbaz, yəni belə də adam cihadda ölüb, atın üstündə ölüb. Bunun harda vaxt olub bu boyda, yəni arvadlığa. Aydındır? Təhqir edirlər. Mənim qorxurağa tarixçi var, misal üçün çox izlədiyim, sevə-sevə izlədiyim bir tarixçidir. Əhməd Şinşirgöl adı, xatırladığım qədər. Çox yəni savadlı insandır. Yəni yalvarır, bağıra-bağıra. Xahiş edirəm, TRT1 bu filmləri dayandır. Bu qədər də yəni biabırçılıq olar. Siz bizim sultanları nə günə qoymusunuz deyir. Aydın əzizim. Yəni indi belə deyək də, əzizim, belə deyək də, bu bəzən görürsən ki, məsəl üçün bir məsələni gətirəndə, bir filmlər, indi bizim də bir cahilliyimiz oldu. Vaxtında mən çox proaktiv olmuşam filmlərdə, məsəl üçün mənim ümumiyyətlə məlumatım var. Filmlərdən də var məlumat, nə bilim, sosial mediadan məlumatım var, belə deyək də. Azərbaycan show biznesini qoyaq qırağa, yəni ona o səviyyəyə enmərəm heç, yəni amma dünyada nələr var, ondan məlumatım var və bəstəkarlardan və hamısından məlumatım var, xəbərim var və bu da bilirsən nəyə görədir? Bunu baxmağıma görə deyil, izləməyimə görə deyil. Mən klassik kitablar da oxuyuram, bizneslə bağlı kitablar da oxuyuram. Bunu yəni vaxtında xüsusilə belə deyək də, hələ İslam şəriəti elmlərini oxumamışdan qabaq belə də araşdırmışam, öyrənmişəm, başa düşmüşəm. Aydın. Bunları eləməkdə məqsəd vaxtında, yəni müəyyən bir məlumatım olsun deyək də. Amma indi hal-hazırda belə götürək də. Deyirəm ki, kaş vaxtı, məsələn, mənim övladlarım baxmırlar, filmzat baxmırlar. Niyə baxmırlar? Çünki o qədər biz onlarla yəni produktiv bir sistem qurmuşuq ki, plan qurmuşuq ki də, tarix oxusunlar, riyaziyyat oxusunlar, şəriət elmləri öz yerlərində, yəni əlhəmdülillah deyirəm ki, kaş vaxtında mənə də belə tövsiyə edən olardı. Belə bir tövsiyə olardı, bu boş-boş şeylərlə vaxtımızı itirməzdik, yəni. Nəyinə baxım, nə götürmüş, nə var. Yəni indi belə deyək də,
Bəzən görürsən, qardaş, bu içki məsələsi görürsən dinimizdə 3 mərhələdə qadağan oldu. Niyə insanlar öyrəşmişlər də ona. Aydındır? Biz də müəyyən o filmlərdir və digər şeylərdir, onları da mərhələ ilə qadağan edirik. Aydındır? Biz belə tövsiyə edirik də. Evet. Məsəl üçün, necə ki İbn Baz rahimehullahdan soruşublar bu filmlə bağlı, tarixi filmlərlə bağlı. O deyib ki, tarixi dini filmlərlə də belə deyək də. İndi o yalan dolu filmlər yox, o şişirlərlə zaten olan yalan dolu teatrlar var. Onları qoyuram, Bəli. səmimi tarixi filmlər. Deyir ki, əgər misal üçün baxsan görsən ki, bir insan sən bunu əxlaqsız filmlərdən, tərbiyəsiz filmlərdən, ucuz kinolardan və digər şeylərdən də görsən ki, bunun yolu yoxdur da. Onda nə edirsən deyir, buna deyir, bunlara cəlb edirsən, deyirsən ki, Musa 2 dənə şəri az olan şeydən daha az şərlisini seçsin. Bu da bizim şəriətin qaydalarındandır. Aydındır? Ona görə məsələn İbn Teymiyyə rahimeullah Monqollar artıq gələndə, hücum edəndə və şəhəri tuturlar. Bəziləri gəlir deyir ki, bu Monqollar yoxdur. Monqollar da bilgisini İslam'a gəlirlər, tanış olurlar və s. Gəlir ki, bu Monqollar nə edirlər bu İslam'a gələnlər? Şərab içirlər. Aydındır? Gedək onlara dayandıraq ki, doktorlar deyək ki, olmaz, fetva verilən və s. Deyir ki, dayanın. Böyük bir problem var. Bir bunların başları, ağılları başlarında olanda, ayaq olanda. Nə edirlər? Gedirlər qadınlara təcavüz edirlər şəhərdə. Aydındır? Bunlara əl vurmayın, dayandırın da. 2 dənə şərdən daha az şəri getirək. Başa düşdün? Və alimlərdən də bəziləri bu baxımdan deyiblər, əgər doğrudan insan, yəni görsən ki, buna qadağan eləsən, sənin əksinə, sabah sənə də qulaq asmayacaq, onda mərhələ ilə izah edir. Amma yenə də ikisində də problemlər var. Aydındır qardaş. Birində problem daha çoxdur. O birisi nədir? Bir şey pillə aşağıdadır. Sonra isə 3-cü pillədə. Və yəni belə deyək də, biz filmləri qadağan filmlər və digər şeylər, bu belə deyək də, sizə elə gəlməsin ki, nə oldu dünyadan əlimizi üzək? Yox qardaş, elə deyil. Dünya əksinə o filmlərin olmadığı yerdən başlayır. Həyat oradan başlayır. Filmlər, oyunlar, məsəl üçün baxırsan ki, artıq sivil dövlətlər bu oyunlar yoxdur, Roblox və digər bu cür oyunları qadağan edirlər. Qadağan edirlər. Niyə? Bəli. İnsanları nə edir? Səni real həyatdan çəkir, səni nəyə? Virtual həyata həbs edir. Düzdür? Bəzi oyuncaqlar hətta qadağan olunur. Oyuncaqlar və s. Ona görə də real həyat nədir? Misal üçün bugün uşaqlarımız oturub yəni gic-gic filmə baxınca get yəni güləşə, get judoya, get yəni futbol oyna, nə bilim də indi həyətdə uşaqlarla futbol oyna, qaç, oyan, dayanma. Bu dəqiqə baxırsan uşaqlar, balaca uşaqlar bizim vaxtımızda yəni məktəbdə bir dənə gömbul var idi, Vadim adında, hamı tanıyırdı onu. Bir dənə gömbul vardı o məktəbdə. İndi baxırsan ki, məktəbin yarısı gömbul uşaqlardır. Nəyə görə? Evdə otururlar, çünki film, nə bilim nə, yerimirlər, gəzmirlər, qaçmırlar. Bu da bədbəxtçilikdir. Bədbəxtçilikdir, qardaş. Ona görə yəni o qadağalar, belədir qadağalar, sənə elə gəlməsin, bu fanatikliyə görədir. Əksinə bunun bir səbəbi var. Alimlər, bunlar insanlara doğrudan, alimlər peyğəmbərlərin varisləridir. Onlar insanlara doğrudan fayda verəcək. Onları dünyada və axirətdə xoşbəxt edə biləcək şeylər deyirlər. Şəriət gəlməyib bizi ancaq axirətdə xoşbəxt eləsin. Şəriət gəlib bizi bu dünyada da məsud eləsin. Aydınmı? Düzdür, şəriətin müəyyən çətinlikləri olur. Amma sonda yəni xoşbəxt olursan. Filmə sərf elədiyin vaxtını həyat yoldaşına sərf edəcəksən. Aydındır? Və nəinki film qadağan olunur. Mən bir misal gətirim. Gecə saat 1-dir, oturub işləyirəm. Bir də görüm tank nəsə mesaj gəldi. Adam da yorğun olanda istəyir ki, bir dənə işdən qaçmaq üçün bir dənə şey eləsin. Açdım mesajı oxumağa, bir dənə qardaşdır. Gecə saat 1:30-da azıqda belə də yazıb ki, İbn Teymiyyənin nə idi o? Cinsul əməl məsələsində filan şeylər. Demə qardaş, yəni xətrə dəyməsin belə. Ailəm var. Get ailəvi götür, get bulvarda gəz, marojna ye. Yəni bu məsələnin səninə faydası var. Ən ağır məsələlərdəndir. Sənin dünyava və axirətə nə faydası var bunun? Yəni təkcə filmləri qadağan eləmir qardaş. Dində boşboğazlığı da qadağan edirik. Başa düşdün əzizim? Sözünüzə qüvvət, bir din xatimindən soruşmuşlar ki, biz ayda namaz qılmaq istəsək qibləni necə tapaq? Demiş ki, eyb yoxdur, siz aya gedin, mən sizə izah edəcəm qiblənin necə tapılmaq.
Nə düz deyir də. Oldu əzizim, çox sağ ol suallarıma görə maraqlı suallar. Oldu, çox sağ olun. Təşəkkür edirəm Asım bəy, Ağali bəy sizə də təşəkkür edirəm. Obri qardaşa təşəkkür edirəm.